Salam dostlar. Deməli biz indi avtobusdaydıq. Dedik ki podcast çəkək. Neyniyək? Podcast'imizin konusu nə olsun? Nə olsun? Nə olsun? Düşüncələr Dərin podcast'ı. düşüncələr podcast. Podcast'a qulaq asıb da orada nəsə. Mən qulaq asıram podcast'lara. Məsələn, nə Mən sevirəm ki, izləyirsən? podcast'lara. Mən daha çox gecə yatanda qulaq asıram podcast'lara. Nəinki normal həyatda. Ya Yatmaq üçün məsələn, yuxun gəlsin deyə. yatmaq üçün. Hə, bəzən Xoşbəxtlər. A1 Azərbaycan. danışıqlar mənə xoş gələndə, məsələn, iş falan görəndə arxada qoşuram mahnıya qulaq asmağa vaxtım olmayanda, ya nə bilim, nəsə inanıramsa əgər o podkast mənə həqiqətən nəsə qatacaq, oturub baxıram yəni. Bu arada şeydə o mahnıdan yorulmaq məsələsi. Əvvəl mən mahnıdan heç yorulmurdum da, yəni ömrümün sonuna qədər mahnı dinləyirdim. Amma indi başım elə bil ki, səs götürmür. Bir vaxtdan sonra çox sıxılıram. Mahnı Beynim dinləmirəm. ağrıyır. Plus da eyni mahnılar çalır. Spotify niyə işlədirsən? Çünki yəni plus internetlə də plus mən qulaq asdığım İnternetten deyil yükləmək olur və Bilirəm. tələbə şeylə. mahnıların Avtomata gəlib çıxır. qulaq asdığım mahnıların çoxusu mənim orada yoxdur. Apple Music. Apple Music Yesound işlədirəm mən. Orada mən bəzi şeyləri, bu arada bilmirəm qatılırsınız ya yox. Bəzi mahnıların live versiyası normal versiyasından daha qəşəngdir. Zaten Onlar da kanka. Spotify-da olmadığı üçün Çoxusu yoxdur. plus çox mahnı proqramında Evet. yoxdur. Yəni bir dənə onlar Yesound buyur, reklamını buyur. eləyim. Yesoundda şey var. YouTube-dan istədiyin səsi sound versiyasında yükləyir. Elə həmin proqrama mən telefonumda elə əl vurma da. Okay, let's go. Telefonumda elə şeylər var, mənim albomlar var, full albomlar var elə. Amma YouTube-dan albom yükləyib belə qulaq asıram. Mən ya SoundCloud işlədirəm, ya da ki Spotify işlədirəm. Amma məsələn SoundCloud-un verdiyi səs qəşəng deyil. Spotify-ya keçən kimi o dəqiqə o keyfiyyəti hiss edirəm. Amma Apple Music işlədənlərsə deyir ki, Apple Music daha zordur. Gənclərin yəni danışdığım mövzularda. Mən əsas demək istədiyim şey bizə nə idi? O dedim indi başım səs götürmürsən də deyirsən. Mən bunu bir çox dostlarımla danışıram, onlar da deyir. Elə bir şey necəm? Elə bil ki bizim hamımızın girdiyi dönəmlər eralarda hamı da eynidir. Hamı eyni şeyləri eyni anda yaşayır. Çünki biz hamımız bizim yaşda olanlar eyni anda əyləncə istəyir, eyni anda əyləncədən soyuyur, eyni anda nə bilim indi məsələn görürəm ki, hamı idmanla məşğuldur. Bu bilirsən daha çox nədir? Məncə yaş dövrü ilə əlaqəli bir şeydir. Məsələn, əvvəl mahnıya qulaq assan, Hə, narahat tamam. olmur. Amma məsələn, indi böyüklərə baxanda da, sən yaşca böyüklərə, mahnı qoşanda falan dilləri, ay səsi başıma düşür, söndür falan. Məncə biz də yavaş-yavaş o eralara Keçirik, amma çox tez deyil yəni. Ola bilər. Nəyin sürətindən Mən bilirəm onu. İndiki nəsil belə deyim də, millennial nəsil var. Yaxşı, Bizdən əvvəlki nəsil, yəni bizim valideynlərimiz olan nəsil. Onlar öz ailələrindən o qədər travma alıblar ki, indi də eyni travmaları bizə yaşadılar. Ona görə biz onlardan daha tez qocalırıq. Eyni məncə ola bilər. Yəni, indiki nəsil, yəni Gen Z, o nəslin mən tez qocaldığına inanıram. Tez qocalmaq deyəndə elə ya, mental cəhətdən çox yorğundur. Hər şey eyni anda dadırıq. Yəni çox tez olur da, çox tez olur. Həm də dopamin şeyi də var da, hər şey əlimizin altında, rahat heç nəyə ulaşmaq üçün cəhd göstərmirik. Dünya əlimizin altında. İstər-istəməz insanda tənbəllik yaranır, yorğunçuluq yaranır boş yerə. Mən xatırlayıram, heç nə eləmədiyim günlərdə mən daha çox yorğun oluram. Nəinki məsələn nə ilənsə məşğul olanda, ya idman eləyəndə, məsələn bir gün çəkiş olmasın, işim olmasın, bəkar qalım evdə. O dəqiqə çox yorğun. Üstümə elə bir ki nəsə yorğunçuluq çəkirəm. Yatdıqca adam yatmaq istəyir, yatdıqca yatırsan, uzanırsan, TikToka baxırsan bütün günü və bir də görürsən ki, gecədir. Eynən. Bir də ki, hər şeyin bu qədər tez sınamaq. Məsələn, normalda cavanlıq dediyimiz şey biz yeniyetməlikdə yaşadıq həqiqətən. Cavanlıqda nə olur? İnsanlar yeni insanlar tanıyır, məkanlara gedirlər, içirlər, əylənirlər falan filan eləyirlər. Yəni demək istədim odur ki, məsələn, əvvəlki nəslə baxanda o idmanla məşğul olan insanlar daha çox 35-dən sonra, 35-ə qədər, hətta 40-a qədər içirlər, sonra birdən-birə özlərini idmana verirlər. Mən son 5 aydır içkidən belə soyumuşam, əvvəl hər gün içməyə gedirdik. Hər gün qəpiyimizi üstə qoyurduq, gedək hansı məkanda oturaq, canlı musiqiyə qulaq asaq və əylənək, oynayaq falan filan. Amma indi yəni yox da çox sevmirəm də mən onu. Uşaqlar təklif eləyəndə belə deyirəm. Ondan olduğunu düşünmürəm, çünki mən elə şeyləri çox eləməmişəm da. Mən çox eləmişəm. Mən eləməmişəm. Amma yenə də elə şeylər, yəni okey, bir yerdə bəzən istəyirəm, bəzi günlər olur, mən də istəyirəm. Amma çox tez, əvvəl çox tez olur. Əvvəl mən də istəyirdim hər gün məsələn, gedirlər mən kağız ala bilmirəm. Hə, mən də istəyirdim hər gün getmək, hər gün çaya çıxmaq.
O zaman sən də anava çörək almağa gedirəm deyib partiya gedə bilərdin. Çörək almağa deyib evdə oturub partiya Partiya gedən oğlan. gedirəm. Bilmirəm, bax indi məsələn, trend bir səndən əvvəl məsələn trend nə idi? Gənclər arasında trendlər var idi da. Biri o musiqiyə qulaq asır, deyir, mən də ona qulaq asım, o onu geyinib deyə mən də geyinim. İndi idman fikir verirsən, mən sən indi Instagram işlətmirsən, amma bir kaydıranda falan TikTok yəqin ki görmüsən. Bu idman eləmək artıq populyarlaşıb da. Hər kəs ya qaçır, ya fitnesslə məşğuldur. Hər kəs Xüsusilə doğulanlar. idman üzrə sağlıqlı yaşam trendi çevrilir. Ay sağ ol. Əslində bu yaxşı bir şeydir, amma Yaxşı bir şeydir. İnsanlar tərəfindən yaxşıdır, amma bunun trend olaraq görülməyi trend yaxşı bir şey məncə olmur. Çünki keçici şeylərdir də. Məsələn, indi 100 nəfər trendə görə qoşulubsa, 5 ay sonra inanmıram davam eləməyəcəklər. Bir də məndə şey məsələsi var. Bir şey trendi olanda avtomatik mən ondan soyuram. Yo, məndə o yoxdur. Amma idman elə bir şeydir ki, qaçmağa başlayanda mən yəni qaçmağa başlayanda başa düşdüm ki, qaçmağa ehtiyac var. Bax gördün bu yollar var. Biz bunların hamısını piyada qaçmışdıq. Mən şəxsən bilirəm ki, mən o eləyə bilmərəm. Ürəyim sıxılır mənim. Çox ürəyim Qaçmağa. Amma bax Qaçmağa normalda baxıram, onu da sözünü kəsmirəm. Bir şeyə çox vaxt ayıra bilmirəm mən. Maksimum 1-2 saatımı ayıraram, ya ayırmaram. Həmin dəqiqə ürəyim sıxılır və o şeyi nə qədər sevsəm belə ya eləyə bilmirəm. məndə də elədir. Çoxluq şeylərəm. Mən piano çalaram, ukulele çalaram, mən rəqs edirəm, onu edirəm, bunu edirəm falan filan. Ssenari yazıram, film çəkirik falan. Mən o şeylərdən çox vaxt sıxıla bilirəm, film çəkməkdən xaric. Qalan şeylərdən sıxıla bilirəm, amma qaçmaq elədir ki, elə bil ki, illər sonra mən antidepressanımı tapdım. Normalda beynimizdə milyon dənə səs gedir axı da. Qaçmağa başlayanda olan hamısı susur. Çünki ürək ritmi nəzarət eləyirsən, qaçmağa nəzarət eləyirsən, dəqiqəyə falan hissləri ölçürsən deyə çox belə şeydir də, terapiya gəlir mənə. Yəni mən çox dəhşət xoşuma gəldi. Yəni yorğunluq kimi görmürəm mən bunu. Çox yoruluram qaçandan sonra, amma o qaçdığım O müddətdə yorğunluq elə bil adama ki, ləzzət eləyir. ləzzət edir. Zövq verir. Mənə bunu şeyim demişdi, mən dəli olduğum vaxtlar var idi, bir ara psixoloji problemlərim olduğu vaxtlarda. Terapiya alırdım mən. Psixoloqum da demişdi, ürək həkimim də demişdi ki, pilatesə yazıl, düzələcəksən. Yazılmadım, amma Evdə elədin, necə olsa. ondan əvvəl bilirdim də. Mən əvvəl voleybolla məşğul olmuşam. Mən voleybol oynayanda, Sən çox qəşəng oynayırsan voleybol. mən voleybol oynayanda həqiqətən o dediyim o beynimdə olan səslər falan susurdu. O yorğunçuluq mənə o qədər ləzzət verirdi ki, yəni gündə mən Rahat həftədə yatırsan. çox rahat yatırsan. Həftədə 7 dəfə falan mən voleybola gedirdim. Yəni bir həftədə 7 dəfə voleybola getmək nə deməkdir? Eşşək kimi yorulurdum, amma yenə də gedirdim. Yox, vaxt məsələn rəqslə məşğul olanda elə olurdu. Mən milyon dənə səhnələrə çıxırdıq, məşq eləyirik falan, amma o hamısı mənə terapiya kimi gəlirdi də. Çox möhtəşəm şeylər var. Bir də hal-hazırda 6-7 il olan şey, əvvəl olan şeylər deyirik ki, maraqlı vaxtlar idi, amma 7 il keçib. Amma 7 il kimi gəlmir. Ya çox uzun ömür kimi gəlir, ya da çox qısa ömür kimi gəlir. Mən onu tuta bilmirəm. Yəni biz aslında yəni bilmirəm deyirlər ki, Vaxt çox tez keçdiyini düşünürəm mən. Əksinə gec yox, çox tez keçir. Anında qalanda, yaşayanda indi mənə məsələn elə gəlir ki, vaxt çox gec keçir. Amma məsələn sabah bu dünəni fikirləşəndə deyirəm ki, tez keçir. Bax indi mənim üçün vaxt gec keçir. Amma sabah dünəni fikirləşəndə deyirəm ki, necə tez keçdi vaxt. mən Elə olur. bunu deyəndə mən deyirlər ki, onda uşaq idin, indi böyümüsən deyəndə bax, normalda məktəbdən gəlirdik saat 2-də. Mən otururdum 7 dənə fəndimiz olurdu da, bir günün içində olurdu. Hamısını bir-bir onun dərslərini yazıb falan elirdim. Gördüm saat elə 5-də falan. O nəysə mamam gil gəlirdi, biz xalamgilə gedirdik, gəzirdik, şəhəri gəzirdik. Axşam evə gəlirdik saat 9. Nə vaxt keçmir. Yəni bunu bir elmi insanlar mənə açıqlama İndi versinlər. mən otururam dərs oxumağa. Günorta oxuya bilmirəm, orası ayrı. Amma bir də baxıram gecədir. Qəti bilmirəm vaxt necə keçib. Bəlkə əvvəl çox şey düşünmürdük deyədimmi? İndi bir şeylə məşğul olanda başqa şey düşünürük də avtomatik olaraq beynimiz. Bəlkə ona məşğuldur beynimiz, ona görədir, nəyə görədir? Qəribə. Bunların hamısında səbəbi çox düşünməyə falan. Mən də telefon. Telefon daha çox TikTok. Səhər. Bir də hamısı həyatımıza aldığımız insanlar. Bu arada mən şey demək istəyirəm, etiraf etmək istəyirəm. Mənim antidepressanım sevgidir. Amma həqiqətən Bu arada sevgi zaten münasibət elə bir şeydir də. O səni yaxşılaşdıran bir şeydir. Mən bu insana deyirdim ki, əgər bir şeydə xoşbəxt deyilsənsə, o səni xoşbəxt eləmirsə, o yaxşı bir şey deyil də. Yəni sən bundan niyə kayf alırsan, niyə ləzzət edirsən? Bu idman kimi deyil ki, sən bugün elədin, yoruldun, sabah güclənəcəksən də idmana gəl. Amma münasibətdə yorulanda nədir? Yəni o bir münasibətdə güclənəcək. Bağlılığa girir. Bağımlılığa da girir, bağlılığa yox.
Məncə bağımlılıq, bağımlılıq, fərqi yoxdur. Yəni adilətçilikdir. Hadi narkoman niyə narkotik ata bilmirsə, toxic relationship-də olan bir insan da həmin o münasibəti ata bilmir. Mən heç vaxt anlamırdım sevgi münasibətlərində toksik insanları, amma dost münasibətimə baxanda gördüm ki, mən doğrudan da çox toksik dostlar münasibət yaşayıram. Yəni məsələn, Almazın sevgilisi bir şey deyəndə o onu qəbul edirsə, mən dostum ay xətrimiz dəyməsin, aman tadımız qaçmasın, Ali Rza bəy geriyə gördüm ki, mən dostlarımın çox şeylərini okey bilirəm. Halbuki narahat oluram və evə gedəndə mən çox pis oluram. Yəni o dostumla söhbət edirəm, onu çox istəyirəm, amma onun o mənfi enerjisi mənə dediyi sözləri mən evə gedəndə dərd edirəm özümə və özümü xoşbəxt hiss eləmədiyimin fərqinə varıram. Amma yenə də davam edirsən. Amma yenə də davam edirsən. Münasibət kimi bir şeydir. Bir də məndə şey xəstəliyi var, nostalgiya. Amma səndən nostalgiya. Mən Almazla çox şey yaşamışam, çox şeyin üstündən gəlmişik. Ola bilər indi böyümüşük, hərəmiz fərqli yerlərə getməliyik, amma deyirəm ki, biz ondan nə günlər keçmişik. Bu arada 21 yaşımız var. Nə günlər keçirmişik, ya Allah, mən ondan küsə bilmərəm falan deyə düşünürdüm. O da ki, insanı məncə sürümə aparır, həqiqətən aparır. Axır ki, bizim aramızda çox böyük problemlər Yox, oldu. mən sənə nümunə verim sadəcə. Amma düzdür. Mənim aramda məsələn böyük problemlər olan insanlarla mən indi deyirəm ki, yox da mən kəsmişəm əlaqəni. Amma yəni belə xırda söhbətlər olan dostlarımla təzədən danışaram. Mən o kini saxlamaq Mən də kimi kini bir şeyim yoxdur. Amma bir də manipulyaya çox əsəbim pozulur. Normalda mən həyatımda məsələn özüm bilirsən də mənə biri yaxşı bir şey deməyəndə o da sərhədi qoyub və danışdırmırdı da və doğrudan heç birisində belə baxmırdım. Bunu mənə dostlarım o qədər şey elədi ki, ayda mən də gəl sən kimi olsam, nə bilim, sən insanları bir qələmə silə bilirsən falan. Amma bunu yaxşı kimi göstərib elə məni tənqid elədilər ki, və bir vaxtdan sonra mənə sərt bir söz deyən bir insanlar belə mən küsə bilmirdim. Yəni deyirdim ki, ayıb eləyirəm mən falan eləyirəm. O şey bilmirəm, yəni yaxın dostlar belə eləməməlidir məncə toksik münasibət. Məndə də var. Mən ümumiyyətcə əvvəldən eləyəm, dəyişməmişəm. Pis bir şey eləsə belə kimsə mənə, gəlib ikinci dəfə yaxşı bir şey eləyəndə mən o həmin dəqiqə bağışlayıram. Mən də deyirəm ki, yox bu şey. Bir də pis şey eləyəni bilirəm, amma bu mənim heç kəs yanımda olmayanda mən bunu falan eləmişdi. Əslində o qədər görməmişik ki, yəni həqiqətən görməmişik yaxşılıq duyğusunu ki, bir insan sənə yaxşılıq eləmək, yəni bu normal bir şeydir. Normal olan yaxşılıqdır. Mən bu söhbəti neçə gündür hamıya danışıram da, normal insan olmaq o qədər absürdləşib çatır. Eynən. O qədər absürdləşib ki, yəni bir insan bax yaxşılıq demirəm ha, normal insan hərəkəti eləyəndə Wow oluruq, hə. O qədər görməmişik ki, çünki itirməməliyəm. Əslində normalda dost dediyimiz nədir? Bir-birinə tərəfi tutanmalıdır, yaxın fərqi yoxdur. Yəni münasibətdə bir-birinə yaxın durmalısan və xoşbəxt hiss eləməlisən. Normal olan budur. Amma bizim də o qədər toksik dostlardan və şeylər olmuşdu ki, bizim də ailəsimin arasında da olub toksiklik bu arada. Təkcə bizim aramızda yox, ümumiyyətlə hamının arasında. O qədər normallaşıb ki, o toksiklik, o iyrənclik, o nə bilim o qədər normallaşıb ki, o söhbətlər. Uje kimsə onu eləməyəndə, yəni gözümüzdə o qədər böyüyür ki. Çox böyüyür. Bir də insanlar məmsən həyatını pozur. Hər şeyi yanlış anlama. Bax, son ki mən Almazla bir yola çıxmışam və dostluqda. Əvvəl bu məndə də var idi. Mən görürəm ki, böyüyürəm, inkişaf edirəm mənə görə. Amma Almaz hələ ki uşaq kimidir. Mən deyirəm ki, onda Almaz orada qalsın, çıxıb get. Bir bir iki dəfə. Amma bu düzgün deyil də, dostluq deyil. Mən əvvəl belə deyildim amma yəni mən gözləyirdim falan, gördüm bir insan dəyişmirsə və mənə zərər verirsə, onda gedirdim. Bir-birimizə zərər verirdik biz əvvəllər. Onda ki, uşaq idik. Özümüzü serialda hiss edirdik. Ərgən idim. Mən özümü serialda hiss edirdim. Şey yox idi. Məndə belə tərk eləmə, pis niyyət. Pis niyyət mən hər yerdə onu demişəm. Sən də nəsə eləyəndə pis niyyətlə eləmirsən. Bəzi insanlar var pis niyyətlə eləmir. Hə, nə demək istəyirəm? Artıq insanlar o qədər TikTokda hər kəs psixoloqdur ki, biri sizin istədiyinizi eləmirsə, onu həyatdan çıxartmaq yəni bu qədər asan olmamalıdır. Mən eləmişəm, baxın bunun peşmançılığı ilə deyirəm də. Mən yaxşı insanlar da itirmişəm həyatımdan, düz insanlar da itirmişəm ki, itirməyib də gəlməsinlər. Amma o qədər şeydir ki, psixoloq, hər kəs psixoloqdur. Hər kəs boş. Mən ona görə, sırf ona görə mən dostumla eyni məkanda deyirəm ki, gəl bir yerə gedək. Deyir, yox mən ora getmək istəmirəm. Axı orada falan kəslər var, mən özüm narahat. Sən mənim sərhədlərimə what the fuck, yəni sən mənim sərhədlərimə hörmət eləmirsən, sən eləsən, sən beləsən, çox təxlisizdir. Bu qədər mədəni insan deyil yaxud, yəni filosof deyil yaxud, normal hər şeyi dərinləşdirmək də çox məntiqlidir. Bəzən də mən dayaz olmaq istəyirəm, başa düşdün? Bəzən də həqiqətən oturub, uşaq olub, küçədə bir yerdə oturmuşdu, avtobusu gözlədi, astanovkada oturub, mən 2 saat orada oturub söhbət eləmək istəyirəm. Yəni çox mən sırf o
o TikTok'da o qədər görürdüm ki, nervlərim ondan Hər kəs psixoloqdur ya danışır, danışır. Məndə özümü saxlamaq yoxdur. Məndə ağzımın açarı vapşe yoxdur da. Yazırdım hamıya, Mən hamıya video çəkmişdim, publikdə, onun üçün video çəkmişdim. publikdə səysəydi, hamıya yazırdım. Dur saxlaya bilmirdim özümü. Ona görə mən TikTokumu bağladım. Çünki əsəblərim həqiqətən dözmürdü də. Yəni, beynim sönürdü ki. Çox Heç çox kimlə yaxşıdır dalaşmıram. da. Biri sən istədiyi bir də şey cümləsindən məsələn. Biri sənə nə deyirsə, onu özündə görür deyə deyir. Nə dəxli, bax şey də deyə Ona bilmir. mən qatılıram. Kanka yox, bax şey deyə bilmir gözə. Məsələn mən mənfi hərəkət görmüşəm. Deyirəm ki, kanka bu mənfidir. Ay, O o fikri heç, o bilirsən də. heç. Belə mənə. Sən özündə belə şey görürsən deyə mənə bunu O deyirsən. heç. Nə dəxli də, Amma yəni. münasibətdə bu tam əksidir məncə. Məsələn, sən Necə? biri ilə münasibətdəsən, mən onu deyirəm. Kimsə sənə tam münasibətdə olduğun partnyorun sənə deyirsə ki, məsələn, mən səndən şübhələnirəm, məncə sən mənə xəyanət edirsən, Onu elə o demirəm. xəyanəti o özü O heç, onu demirəm. planlaşdırır, Demirəm. ya edib, Onu ya demirəm. edəcək. Yəni o şey tamamilə başqa bir. Mən məsələn deyirəm ki, Almaz, necə nümunə verim? Məsələn, hə, sən burada falan hərəkəti məncə şey olmadı. Gəl Səhv bunu şey, elədin. hə, dostluqsa deməlidir də Hə. bunda. Hə, qarşı tərəf deyir ki, yox sən məni yargılayırsan və şey deyirsən bunu özündə görürsən, sən özün eləsən deyə və özün elə ola bilmirsən deyə mənə deyirsən Hə, falan. yox, yox. Çox təxsis. Yəni insanlara artıq bir şeyi bacarmayan insana bacarmışsan, bacarmırsan deməyə də utanır. Məsələn, o gün bir dənə video görmüşəm. Uşaq şeir deyir, amma deyə bilmir də. Biri yazıb ki, şeydir, niyə onun həvəsini qırırsın? Məşq eləyib eləyər. Yox, Amma bu istedad belə bir şey deyil. O səndə uşaqlıqdan deməyə gəldi. Sonradan məşq eləyərək Gəlməsə aldı. belə, yəni birinə sən pissən deməsən, o özünü o gelişdirə bilməz. Mənə nə Özünü qədər deyirlər şey, pissən improve eləyə falan. bilməz. Mənə bir pissən deməz ki, mən özümdə səhv hərəkət Bilirəm, etmalıyam. harda səhv eləmişəm, Bir də harda insanı tapır axı. mənfiyəm, Deyirsən sən əksiyəm. pissən və yerəksən mən qısqancam. Onun üçün deyirsən mən çox təğlayam. Hamı özünü eləyib şey, belə şahzadə, Şahzadə. taxta qalan mənim kölələrim Hə, falan. başlıq, Amma main mənim, ay karakter, sağ ol, main main karakter karakter. sindromu var hamıda bu dəqiqə. Və bunu bizə deyirlər bu arada. Nə dəxli də. Çatırıq bu arada. Nəysə, Sağ olun, yəni şah demək istədiyim yavaş-yavaş. odur ki, TikTok həyat TikTokda TikTok deyil. həyatımızı həqiqətən məhv Məhv elədi bu arada. eləyib. Tamamilə məhv elədi. Mən də TikToker idim. Amma yəni İdik. Mən hələ də yəni atıram, amma yəni mən bu bağlamışam kasaba. səhifəmə. Yox, hər gün oturub hissəcə çatırıq. O gençlərin problemləri bunlardır hələ ki, yəni səhərə qədər danışarıq, hələ nələr çıxar, travmalara falan girmədik. Amma yüzəysel olaraq bunlar da Gələn bölüm. gələn Gələn bölümlərdə. bölümlərdə. Bay bay.